Salam əziz tələbələr. Bu videomuzu son qəbula, yəni ki 5 aprel tarixli, 2026-cı il tarixli daha doğrusu imtahana düşmüş səhv sualla bağlı çəkirik. Sual günorta növbəsinə düşüb, qanunvericiliyə bağlı və məlumat azadlığı haqqında qanunla bağlı sualdır. Demək, sualımızda Dövlət İmtahan Mərkəzi doğru cavab kimi, yəni yanlışı istəsə də bu sualın doğru cavabı kimi 2-4-5 götürüb. Deməli, sualın variantlarına baxanda görürük ki, şəxsiyyət haqqında sənədləşdirilmiş xəbər şəxsiyyət barədə məlumata aiddir. Bir, bizdə doğru cavabdır. Yəni, sualın cavabını yanlış istədiyi üçün bir bizə lazım deyil. Yanlışları tapmalıyıq. İki, şəxsiyyətin bütün hallarda yox. Deməli, onun haqqında toplanan məlumatların bağlı hüquqları var şəxsiyyətin, amma əməliyyat axtarış tədbiri zamanı, cinayət təqibi zamanı hallar istisnadır. Bütün hallarda olmadığı üçün iki bizdə yanlışdır. Yəni Dövlət İmtahan Mərkəzi 2-ni düz götürüb. Amma 4-cü bəndə baxanda görürük ki, dini mənsubiyyət və əqidə barədə məlumat yazılıb ki, dövlət orqanı tərəfindən toplana bilər və 4-cü bəndi yanlış kimi götürüb. Sonra biz bilirik ki, dini mənsubiyyət və əqidə barədə məlumat yalnız könüllü təqdim olunanda dövlət orqanı tərəfindən toplana bilər. Yalnız könüllü təqdim edildikdə sözü yazılmasa belə, cümlənin quruluşu doğrudur. Yəni ümumi məlumat verib bizə. Misal üçün, belə deyək də, Konstitusiyada biz bilirik ki, tutaq ki, keçmişik ki, məhkəmələrdə icraat açıq aparılır, iclaslar, amma qapalı da aparıla bilər. Qeyd olunub ki, yalnız şəxsi ailə həyatının sirri və yaxud da dövlət peşə kommersiya sirrinin açılacağını məhkəmə güman eləsə, o zaman qapalı aparıla bilər. Deməli, o istisna yazılmasa belə, yazılsa ki, məhkəmədə iclaslara qapalı aparıla bilər, iclaslar qapalı aparıla bilər. Bu cümlə doğru cümlədir. Bu müddəada, 4-cü müddəada ona bənzəyir. Dini mənsubiyyət və əqidə barədə məlumat dövlət orqanı tərəfindən toplana bilər. Bəli, könüllü təqdim eləsək toplana bilər. Yəni cümlə ümumi mənada baxılanda doğru cümlədir. Dövlət İmtahan Mərkəzinin əvvəlki qəbullarda saldığı sualların içərisində bu tipdə cümlələr Dövlət İmtahan Mərkəzinin ekspertlərinin tərəfindən doğru cümlə kimi götürülüb. Amma dünənki imtahanda, yəni bazar günü olan imtahanda bu 4-cü bənd yanlış kimi götürülüb cavab variantlarında. 5 isə olduğu kimi əldə olması qaydasına görə məlumat açıq və alınması məhdudlaşdırılan qapalıdır burada, yanlışdır. Deməli 2 ilə 5 burada yanlışdır. Amma 4-cü bənd isə yanlış bənd deyil, doğru bənddir. Ona görə də Dövlət İmtahan Mərkəzindən apellyasiya şikayəti yazıb sualla bağlı hər kəsə ulduz verilməsi, yəni 1 bal verilməsini yazıb xahiş edə bilərsiniz. Uğurlar hər birinizə.